Rəqibi təbrik edirəm. İlk qalibiyyətini əldə elədilər. Ümumən çox yaxşı oyun alındı. Azarkeşlər üçün, hamı üçün çox maraqlı oyun oldu. Əlbəttə istərdik ki, ən azından məğlub olmayaq. Buna şanslarımız da var idi. Amma hər bir halda dünən qeyd elədiyim kimi sona kimi ən azından biz yaxşı mübarizə aparacağıq, sona kimi vuruşacağıq və bugün futbolçuların bunu bacardılar. Əlbəttə ki, bugün oyundan əvvəl söylədiklərimizin canlı şahidi olduq. Çox dinamik bir komandaydı, çox sürətli bir komandaydı və sona kimi bu tempi qoruyub saxladılar. Futbolçuların üçün heç də asan deyil idi, amma onların qarşısında məhkəm durdular və sadəcə 2-1-dən sonra daha çox risklərə getdik, daha çox boşluqları oldu və sonunda 3-cü topu standart vəziyyətdən buraxdıq. Get-gedə oyunlar daha da, rəqiblər daha da böyüyür, daha da məsuliyyət artır. Çünki hər bir turdan sonra istənilən rəqib qalib gəlmək istəyəcək və xalların sayını çoxaltmaq istəyəcək və daha böyük rəqiblər gəlməyə başlayır və buna hazır olmalıyıq. Yenə də çalışacağıq ki, ilk intizamlı oynamağa qarşıdakı oyunlarda və ikinci də yaxşı mübarizə aparmağa və çəkinmədən. Və belə hər biriniz sağ olun. Xeyli görürəm ki, bizim Bakılı jurnalistlərimiz var, dostlarımız var. Sizlər də sağ olun ki, bugün bizlərlə buradasınız və öz azarkeşlərimə təşəkkür edirəm. Bu gözəl atmosferdə onlar da bizi tək qoymadılar və daima biz onların səsini eşitdik və hansı ki, Qarabağ sınırlarını eşitdik. Belə. Suallara keçək. Buyur. Qurbanım, bu oyunu Benfica ilə qarşı oyunla müqayisə etsəz, hansı necə müqayisə edə bilərdiniz? Məsələn, burada da təzyiq vardı, burada da təzyiq vardı. Bu oyun başqa cür nəticələnə bilərdimi və nə çatmadı onun üçün şans gətirmədi, yoxsa rəqib daha güclü idi, keyfiyyətli idi? İndi bəlkə də bir o qədər fikrimi tam bildirə bilmərəm. Gərək oyuna baxandan sonra daha yaxşı öz düşüncələrini bildirə bilərəm. Amma hər bir halda bu komanda dediyim kimi 90 dəqiqə dinamikanı qoruyub saxladı, 90 dəqiqə təzyiq edə bildi. Yəni həm toplu, həm topsuz belə bir fərq var idi. Həm də ki, hansısa bir komandanı digərinə fərqləndirmək istəmirəm ki, bu daha güclü idi, digər daha zəif idi, belə bir fikir yoxdur. Və oradakı nəticə, geri dönüş burada da ola bilərdi. Çünki elə ikinci hissə çox yaxşı başladıq oyuna və həm penalti epizodu, həm digər yaxşı hücumlarımız oldu. Hansı ki, çox sürətli hücumlarımız oldu. Sadəcə biraz dəqiqlik çatmadı. Rəqib, belə deyək ki, ustalıq, keyfiyyəti bizdən biraz daha yuxarı idi. Ona görə əlinə düşən şanslardan istifadə edə bildi. Amma hər bir halda bəlkə burada daha çox futbolçular güc sərf elədi və bəlkə burada daha çox davleniya vardı. Daha çox təzyiq var idi komandamızda. Kiçik sualım olacaq, bəlkə bir-iki sual atıb cavab verildi. Mən Benfica ilə səfər maçı və buradakı oyunda azarkeşlərin rəqibləri təsirini soruşmaq istəydim. 10 il əvvəl bu stadionda olmuşam, bizim digər komandamıza qarşı oynamışdı. Çox həyəcanlı izlədik. Bu dəfə komandamız tam fərqli oynadı. Amma mən soruşmaq istəyirdim, hansı, çünki hesabda geri olma da kifayət qədər yaxşı anlarımız oldu, komanda geri çəkilmədi. Hansı anı siz oyununa qırılma anı kimi qiymətləndirədiniz? Təşəkkür ederim. Bəlkə hər bir halda ikinci qol daha çox düşünülür ki, mesela 1-1 olarkən ikinci qolu buraxanda istər-istəməz qapında qol görəndə biraz futbolçularda inam itir. Amma buna baxmayaraq dediyim kimi biz geri çəkilmədik, əksinə daha çox hücumda olmaq istədik. Daha da inamlı oynamağa başladıq. Sadəcə biz özümüzdə axtarıram məğlubiyyəti. Çünki dediyim kimi bəzi epizodlar vardı ki, orada daha soyuqqanlı və daha dəqiq olmaq lazım idi. Bu da biraz
onlar üçün bu daha rahat idi. Çünki onlar il boyu bu tərcihdə oynayırlar, il boyu bu cür dinamikada oynayırlar. Bizdə istər-istəməz biraz belə oyunlara hazırlıq bir o qədər yüksək səviyyədə keçmir, öz çempionat oyunlarımızı götürsək. Amma ümumən belə, bəlkə də bilmirəm, desək, bəlkə penalti epizodu ola bilərdi, hansı ki, bəziləri dedi var idi, bəziləri dedi yox idi, düzdür, mən özüm görməmişəm. Belə, deməli, bugün məğlubiyyətə daha çox layiq idik. Sualım olacaq. Tamam. Qurban bəy, bu il komandaya həddən çox diqqət var. 2 turda nəticədən sonra təkcə oynadığımız İspanya meyzəsi deyil, Peru, Braziliya və s. Növbəti rəqiblər getdikcə çətinləşir, işimiz də biraz çətinləşir. Niyə görə? Rəqiblər biz artıq 2 deyil, 3-4 qat hazırlaşır, kifayət qədər səs-küy çalmışır. Bu anda komandanın uğurlu çıxışını davam etdirmək, yəni 3 tur bitsə də kifayət qədər yaxşı nəticədir və komandada olan oyuncuları, belə deyək, tonusla deyil, vəziyyəti saxlamaq üçün nə qədər çətindir? Çünki kifayət qədər rəqib növbəti turda daha çətin olacaq. Təşəkkür edirəm. Əfsər olsun ki, bəzən belə sürətli oyunlarla futbolçunun idman formasını yaxşılaşdırırsan və yaxud yaxşı məşqlərlə. Amma biraz sıx qrafik olanda, bu təkcə bizdə deyil, ümumiyyətcə bütün hal-hazırda dünya futbolunda belədir. Futbolçunun nə yaxşı istirahət etməyə vaxtı olur, nə belə deyək, yaxşı məşq etməyə vaxtı. Çünki hər 3 gündən, 4 gündən bir sıx qrafikdə olanda bizə heç nə asan olmur. Bunu biz dünya futbolunda görürük. Çünki bəzən azarkeş daha sürətli, daha baxımlı futbola baxmaq istəyir. Görsən, futbolçularda, çox komandalarda görsən ki, o qədər zədə olub, zədələr başlayıb. Bu hamısı yorğunçuluqdan, hamısı bu sıx qrafikdə olan bir şeydir. Amma bizdə yenə də neçə illərdir biz bu təcrübədə olmuşuq. Çalışırıq ki, hansısa bir bəzi detallarla futbolçuları ələ almağa, futbolçuların öz idman formasını yaxşılaşdırmağa. Görünən odur ki, biz ancaq elə bu oyunlardan oyunlara öz bu sürəti saxlaya bilərik, çalışmalıyıq saxlamağa, bu mübarizəni saxlaya bilərik. Çünki bizim Bakıdakı oyunlarda belə azarkeş təzyiqi, belə sürət, belə mübarizə yoxdur, çox azdır, yəni öz çempionatımızda. Amma öz bəzi tapşırıqlarımızla, bəzən motivasiya verməklə və laxüsusən Bakıda azarkeş dəstəyi ilə bunlara qarşı ən azından o sürəti dinamikanı qurub saxlamağa çalışırıq. Amma işdə asan deyil. Axşamınız xeyir hocam. Sizə də Atletik klubunun təşəkkür edib bu möhtəşəm oyun üçün və azarkeşlərin göstərdiyi şöyə. Niyəsə Qarabağın bugünkü oyunuma Nokia'nın CEO-su şirkət satılanda demişdi ki, biz hər şeyi düz elədik, amma məğlub olduq. Niyə belə deyirəm? Çünki oyundan əvvəl demişdiniz ki, onlar əks hücumda bizi yaxalaya bilərlər, yerimizi tutmaya bilərik. Bu tərəfdə bu baş vermədi. Ayrıca Atletik heç bir set hücumundan da qol vermədi. 2 dənə uzaqdan zərbədir, bir dənə də offside tələsində səhv elədik. Yəni belə baxanda əslində Atletikə oyun planında, strateji planda uduzmadıq, amma oyunu uduzduq. Yəni o nə çatışmadı soruşmaqdan, bu niyə baş verdi sizcə? Yəni onu gətirib oyuncuların keyfiyyətinə bəlkə də baxılmalı, amma bu niyə baş verdi? Biz hər şey oyun planında düz elədik, amma uduzduq. Bir də Nərimanla Elvinin biraz sanki meydandakı diqqəti əksiydi. Xüsusən də sosial mediada Nərimanın biraz gecə bəzəndiyinə bağlı bir fikir gəzir. Bu iki mövzuda fikrinizi. Yəni, ilk olaraq belə oyunlarda yenə deyirəm ki, rəqibin oyuncuların ustalığı bizi biraz üstələyirdi. Bizim istəyimiz bəlkə daha çox idi, biz daha çox əziyyət çəkdik, biz daha çox istəyirdik ki, qalib gəlməyə. Çünki axır vaxtlar
bizə həddindən artıq diqqət çox idi. Həm Avropada, həm ümumiyyətcə öz Azərbaycanımızda və istəyirdik ki, ən azından dediyim kimi yaxşı mübarizə aparmağı bunu bacardıq. Amma dediyim kimi, yəni rəqibin ümumiyyətcə ən sürətli hücum edən komandalardan biridir bu. Yəni oyun boyu 90 dəqiqə bunu biz hiss etdik və düşündüyümüz kimi də alındı, amma yəni futbol səhvlər üzərində qurulub, yəni kiçik bir detallar görsən ki, gətirib məlumatə çıxarır və bunu da istər-istəməz rəqib bizi məcbur edir. Və rəqibə dəyər vermək lazımdır. Yəni bugün qalibiyyət bəlkə də onların haqqı idi. Yəni onlar da çox istəkli idilər. Hər bir halda yəni bu böyük oyunlardır. Burada yəni kiçik bir element, kiçik bir epizod görsən səni məlumatə gətirib çıxarır. Qaldı ki, digər oyunçulara yəni məğlub olanda görsən bəzən həm məsləhətlər çox olacaq, həm fikirlər çox olacaq, ümumiyyətcə həm oyun daha çox analiz olunacaq. Bu normaldır, yəni bunu biz illərdir yəni belə getmişik, belə görmüşük. O ki qaldı bugün biz öz yerli futbolçularımızı böyütmək istəyirik, biz öz yerli futbolçularımıza güvənmək istəyirik. Çünki əgər bugün Elvin olsun, Nəriman olsun, biz bunlarla rəqibə təzyiq yarada biliriksə və yaxud Bəhlul olsun və yaxud Tural olsun, biz buna birincisi sevinməliyik, ikincisi də ki, onlara inanmalıyıq, güvənməliyik. Yəni, əgər bir oyuncuya il boyu əgər təzyiq varsa və bugün o meydana çıxıb özünü 90 dəqiqə normal idarə edə bilirsə, o çox böyük iş görür. Və Nərimana ümumiyyətlə çox son vaxtlar yəni, o qədər təzyiqlər olub ki, adamın 21 yaşı var. Yəni, əksinə mən bir məşqçi olaraq onun yanında olmalıyam, əksinə onun o potensialını daha da açmağa çalışmalıyıq. Yəni, belə, yəni biz Zədəyə kimi Nərimana baxsaq, Nəriman bizim qruplara düşməyimizdə bəlkə də ən böyük pay sahiblərindən biri olub. Bütün oyunlara baxsaq, ya qol vurub, ya asist verib, yəni mənim düşündüyüm, tapşırdığım pressing eləyib rəqibə. Yəni, ümumən belə, amma azarkeşə haqq qazandırmaq lazımdır ki, onlar daha artıqını gözləyirlər, daha yaxşısını gözləyirlər. İlk olaraq məndən, sonra komandadan, kollektivdən. Belə normal, amma yəni bizim bugünkü uğurlarımız o uşaqların əziyyət çəkməsi, o uşaqların belə deyək, ürəklərini meydana qoyması üçün olan bir belə deyək, nəticələrdir.